Mən bir məlumatı bölüşmək istəyirəm sizinlə. Bilməm məlumat yenidir ya yox. Bakıda xəstəxanaların birində bir dənə baş həkim, daha gözəl insan, daha doğrusu xeyriyyətçi bir insan, sözsüz yumor xarakterlidir dediklərim. Deyib ki, orqanlarını satmaq istəyirmiş kimsə, müraciət edir buna. Bu da araççılıq edirmiş də, 5 aşağı, 5 yuxarı, belə. Sadəcə bir şey maraqlıdır mənə. Xarici ölkələrdə bu legaldır, Azərbaycanda qeyri-legaldır da. Çünki mən internet saytlarında çox görürəm ki, orqanını satmaq istəyən insanlar var. Deyirlər ki, niyə bu əjdahadan bizdə yoxdur? Sadəcə mən bilmək istəyirəm. Bu baş həkim deyilənlərə görə 400-dən çox insanı hətta belə araççılıq edir. Sadəcə mən bir şey öz adıma da deyirəm ki, belə bir şeyin həqiqətən olduğunu bilən insan olsaydı Azərbaycanda, çox insan bunlara müraciət edərdi. Sadəcə maraqlıdır. Aranızda olan olub və yaxud müraciət edən olub.